Salam, əziz və hörmətli bacı və qardaşlarımız. Bəli, bilirsiniz bizim həyatımız niyə belə olub? Bilirsiniz, troll medialar, virtual aləm və dəfələrlə dediyimiz second life, ikinci həyatı, məcazi həyatı bizim aktual həyatımızın yerinə yerləşdirə biliblər. Bilirsiniz biz niyə xəyal aləmində Qurtlar Vadisi və yaxud da Hollywood kinoları, bəzi xəyal paylayan dizilər formasında yaşamağa aludə olmuşuq? Çünki aləmin sahibi olan Həzrəti Haqq Taalanın, Allah Taalanın bizi dünyada da və həqiqi həyatımız axirətdə də həqiqi insanlığımıza çatdıracaq və fitrətimizin, zatımızın, vücudumuzun və əqlimizin tələb etdiyi kəmala yetirəcək ayələrindən və nurlarından kənar düşmüşük. Necə kənar düşmüşük? فَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ Quranda Allah buyurur, şeytanın ayağını qoyduğu ayaq izlərini belə izləmə. Nəinki şeytana allanma, hətta onun izlərinin arxasıca düşmə. Şeytan kimdir? Minəl cinnəti və nas. Cinlərdən də var iblis və onun balaları kimi. وَالنَّاسِ insanlardan da var. İnsanlardan olan şeytanlar kimdir? Yenə Qur'an, yenə Allah bizə göstərir. Əl-Yəhud vəl-ləzīnə əşrəku. Əksər fasiq olan Yəhud, bugün Siyonizm cərəyanı formasında formalaşan və Süfyani cərəyanı. Bəs biz nə Süfyaniyik, nə Yahud. Necə olub bu insanlardan olan şeytanların hiləsini aldana bilmişik? Yenə də Qur'an ayəsi. Münafiqun. Münafiqlər vasitəsilə, müsəlman brendi ilə ortaya atılan, amma Qurtlar Vadisi xəyalları ilə bizi həmin Süfyani və Siyonistin çomaxı olaraq bizi bir-birimizin içərisində qarışdırıb həqiqi mətləblərdən qəflətə salan. Demək, bu həyat ticarətdir. Əgər istəyiriksə, dəqiq bilək, şəxsən bizim qeyrətlə, namusla, mərdliklə və bütün bunların kökü olan Əhl-i Beyt və Qur'anla kökü yoğrulmuş, xəmiri yoğrulmuş xalqımız necə olur ki, haqq cəbhəsindən uzaqlaşıb batilə tərəf meyl edə bilirik? Sadaladığım bu Qur'an ayələri və indi qeyd edəcəyim ayələrlə yanaşı Siyon Yahud protokollarının bir maddəsinə diqqətimizi yönəldək. Həyat ticarətdir. Təəssüf ki, bunu şeytanın nümayəndəsi olan düşmən yaxşı bilir. Amma biz, bəli, ulaikə humul qafilun. Onlardır qafillər. Bu bilirsiniz hansı ayənin davamıdır? Allah bizlərdən və sizlərdən uzaq eləsin. Heyvandan da aşağı düşmüşlərdən danışanda Allah danışır. Bəs yaxşı, necə heyvandan aşağı düşə bilər insan? Çox sadə, 2 vur 2-dir. Yenə də deyirəm, indi protokoldan danışanda görəcəksiniz. Amma gəlin əvvəl ticarət barəsində Qur'andan 2 ayəyə baxaq. Tövbə surəsi 111-ci ayədə
Allah Teala buyurur ki: "İnnallâhe iştera minel mu'minin enfusahum ve emvalahum bi enne lehumul cenneh." Həqiqətən də Allah ki, hər şeyin həqiqəti odur və hər şey onun təcəllisidir, iman edən müminlərdən onların canını və malını alar. İştəra biz deyirik müştəri, ərəb sözüdür. Canları və malları ilə onlarla alver eləyir Allah. Hansı ki, can və malları da Allahındır. Ən gözəl kapital yatırtmaq və sərmayə şərikidir Allah. Əvəzində nə verir? Bi ənə ləhumul cənnə. Cənnəti onların ayağının altına sərir. O qədər bizi maddiləşdiriblər, indi protokolda oxuyacağıq. Biz belə düşünürük. Əşi, cənnət nisiyədir. Necə ola bilər ki, bir şey nisiyə olsun, elə bir aləm ki, əslində bizim həqiqətimiz odur. Necə ola bilər? Əslində, əvvəl o axir üçündür və o axir dediyimizdən qaynaqlanıb gəlmişik. Əvvəl dediyimiz ilə o axirdən qaynaqlanıb. Necə ola bilər? Necə ola bilər deyək ki, bir ağacın budaqları, yarpaqları, meyvələri öz kökünə bağlıdır. Bu nisiyə söhbətdə hələ bilinmir bağlıdır. Necə ola bilər? Bəli, ola bilər. İnsan özü ilə öz arasına pərdə salanda. Allah alverdən danışır, ticarətdən. Və yaxud da Bəqərə surəsinin elə əvvəllərində 16-cı ayədə münafiqlərdən danışır. Sonra buyurur: "Ulaikellezine işterav əvvələlətə bilhudə." Bu bədbəxtlər sapqınlığı müştəri oldular, aldılar bilhuda. Hidayəti verdilər. Alver. Allah buyurur, bunlar bədbəxtdirlər. Hidayəti verirlər. Sapqınlıq alırlar. Fəmə rəbəhət ticarətuhum. Heç bir faydası yoxdur onlara. Ticarətləri heç bir refah verməyəcək onlara. Bilirsiniz niyə? Bəli. Ona görə ki, bu bir uşağın işi olar. Ki, indi uşaqlar da maşallah olub. Amma adətən uşaq ağılıdır. İnkişaf etməmiş bir ağıldır. Hesablayıcı ağıldan belə məhrum qalar müxtəlif səbəblərdən bir insan ki, ona xışxışlı, zərzibalı, bir dənə balaca konfet verəsən, şokolad verəsən, məsələn 50 manatlıq oyuncaq verəsən, bu da əlindəki bir dənə qızıl külçəsinin qədrini bilməyəcək. O qəşək görünür, onun zahiri. Bunu mən nə bilim nədir, verə. 50 manatlıq maşının əvəzində neçə $1000 qızılı təhvil verəsənə, bəlkə də $1 milyon təhvil. Zahir və batin. Buna da Allah Teala bu mərizliyin, xəstəliyin də səbəbini gətirir. Ya'lamun zahiran minal hayatid dunya. Öz həyat və varlıq mərtəbələrinin dünya zahiri tərəfini görürlər, ən aşağı mərtəbəsini görürlər. Batin, bunu idarə edən batinə baxmırlar. Və hum anil axirə hum qafilun. Onlardır axirətdən, yəni həqiqətdən, bu dünyanın pərdə arxasından, həqiqi dəyərlərdən qəflətdə olanlar. Allah deyir, ticarət aləmidir. Bu bədbəxtlər uduzublar. Sapqınlığı alır, hidayəti verir. Yəni, əbədi fitrətinin, əqlinin, vücudunun xəmirini təşkil edən və mütləq ləzzətdən ibarət olan, həm dünya, həm də həqiqi həyatında buna əbədi tələb etdiyi ləzzəti verəcək hidayəti verir.
sapqınlığı alır. Ki sapqınlıq bunu dünyada da şəxsiyyətdən salır. Müəyyən zaman parametrləri var. Gec tez. Ahirətdə ki, heç də məlumdur. Həqiqətinə qayıdır. Yahud protokolları nə deyir? Bax, əvvəldə filmini yayımladığımız bu görüntünü Azərbaycanın troll medialarından birindən mən tapdım. Və gülməlidir, amma çox ağlamalıdır. Bu tipdə Türkiyə və Azərbaycan medialarında Erdoğan filan kəslə görüşdü, Kurtlar Vadisi musiqiləri, nə bilim, müxtəlif kriminal kinoların musiqiləri. Bəli, biz demirik, heç bir kinoya qətiyyən baxılmasın. Xeyr, baxanda ibrət gözü ilə də baxmaq lazımdır. Biz demirik, tamamilə hər şey səhvdir. Amma diqqətlə baxmaq lazımdır və orada ilişib qalmamaq lazımdır. İdmana da baxmaq lazımdır, futbola da baxmaq lazımdır, filmləri də izləmək olar. Amma vaxt intervalını tənzimləmək, özünü unutmamaq və nəyə baxıb baxmamaq lazım olduğunu dərk eləmək və riayət eləmək və ibrətlə baxmaq şərti ilə. Və o şərtlə ki, o aktual həyatının, həqiqi həyatının yerinə girməsin. Bu filmlərdən çoxdur. Erdoğandan, İlham Əliyevdən indi qoyublar. Siyonist Yahud protokollarının 4-cü maddəsinin bir hissəsini bugün oxuyacağım sizə inşallah. Bizim bağlanan kanalımızda da, kanallarımızın birində də davam edirdi bu bəhsimiz. Burada da davam edəcəyik. Elə bu bəhanə oldu mənim üçün, bu görüntü. Sadəcə oxuyuram. Baxın, bu protokolun gələn hissəsində gələn proqramlarda inşallah görəcəksiniz. Bu siyan formasyonlarlar nə deyir? İqtisadiyyata ehtiyacımız var. Dəfələrlə bunu demişik, keçirəm üstündən. Yahudi olmayanlar arasında həm azadlığa olan hörməti, həm də Allaha olan iman və inancı yox edəməliyik. Və bu inancları maddi ehtiyaclarla əvəz etməliyik. Bayaqdan danışırıq. Yəni, ticarətdə bunlar uduzmalıdır. Yəni, birinci bağlanan kanalımız vardı, birinci Riza Kazemi kanalımızda Donuzlar Cəmiyyətindən danışmışdıq. Yəni, həm o söhbətimizə əsasən, həm də Qur'anın elə ayəsinə əsasən heyvandan aşağı düşüncəli bir cəmiyyət yaratmalıyıq. Düşünməməlidir ki, bu cəmiyyətdə həqiqi dəyərlər dəyərsizləşsin. Yəni, qoyim, onların öz dili ilə desək, bizdən qeyriləri insan surətində yaradılmış heyvanlardır. Bunları bu halda da saxlamalıyıq. Niyə? Nə var ki, heyvanı idarə eləməyə? Hoş eləyirsən, qorxudursan, piş eləyirsən, gətirirsən. Qeyri-Yahudilərin düşüncələrini sənaye və ticarətə yönəldməklə düşünmək qabiliyyətindən məhrum edirik. Sənaye və ticarət. Gördünüz? Ticarət əyləncələri və qazanc haqqında düşünmələri onları əsas və prinsipial düşmənlərindən qafilidir. Yəni, unutturur əsas düşmənlərini. Yəni, zahiri parametrlərin zərzibası və göz qamaşdıran sənaye inqilabları dövrü. Robotlaşma dövrü. iPhone, nə bilim, 15-16, acından ölsəmdə o olsun dövrü. Düşüncə cılızlaşmalıdır dövrü. Bir sözlə keyitmə deyirdi ya dəfələrlə, sehirləmə dövrü. Musanın əsası lazımdır.
tamamilə bayaq qeyd etdiyim Qur'anın buyruqlarına zidd. Bax, bu cür görüntülər indi gələn proqramlarda, protokolların davamında 3-cü maddəsinə bir dənə nəzər edərik. İndiyə qədər dəfələrlə təkid etdiyimiz bir məsələnin təsdiqini görəcəksiniz o protokolda. Nə deyirdik? Deyirdik, cərəyanı yaxşı tanısan. Görsən, burada nə deyir? Başlarını qatmalıyıq ki, əsas düşmənlərindən, prinsipial düşmənlərindən qafil olsunlar. Elementar, sadə düsturlardan qəflətə düşsünlər. Orada danışacağıq o protokolda, təsdiqini də görəcəksiniz. Onda görəcəksiniz ki, Yahud, Sion, Framasinirlər bu tipli şəxslərin əli ilə necə xalqları idarə etmək planı var idi. Əlbəttə planları böyük ölçüdə suya düşmək üzrədir. Bilirsiniz, niyə? Dünənki proqramda, ondan öncəki proqramlarda Həşr surəsindən danışdıq Yahud barəsində. Dünən qeyd etdiyimiz 14-cü ayədə ki, Allah buyurur, onlar yalnız divarlar arxasından gizlənərək sizlə savaşa bilər. Namərd və zirzəmin siçovullarından betər olan bu siyonistlər, fasiqlər, davamında Allah gözəl buyurur. Bə'suhum beynəhum şədid. Onların öz aralarında xaos, ixtilaf, qırğın, müsibət daha şiddətlidir. Görmürsünüz, divarlar arxasında saxlayıblar özlərini. Orada da dedik, zehni, iradə, mənəvi divarlar arasında. Bax, beyninizi belə yuyublar dünya ilə. Özlərini göstərmək istəmirlər. Haqqı deyən də gələndə sizin xoşunuza gəlmir. Allah buyurur, öz aralarında xaosları çoxdur. Biz bu cərəyanşünaslıq əsasında həm keçmiş kanallarımızda, həm bu kanalımızda indiyə qədər təkid edirik ki, xaos və pərakəndəlikləri artıb və artacaq. Hələ yaxın gələcəkdə görəcəksiniz, yaxın günlərdə görəcəksiniz inşallah. Cəbhələr daha da genişlənəcək onların özü üçün. Və daxili cəbhələr də beləliklə uçuruma daha çox açılacaq. Biz elə bilirik, bunlar hər fürsətdən şeytan balaca bir deşik görsə oradan nüfuz edir. Hər fürsətdən vəsvəsə üçün media dəccalı propagandaları ilə istifadə edirlər. Hətta bu fürsətdən də elə bir bu seriallarla zehniyyət yaradıblar ki, insanlar nə düşünür? Bunların öz arasındakı ixtilaf da bunların öz oyunudur. Pərdənin açıldığını görüb, o pərdəni bağlamaq üçün mediada bu fikirləri propaganda olaraq yayırlar ki, öz oyunlarıdır. Güya bunlarda həqiqətlə vəhdət var. Bu fikri də təlqin edirlər. Allah deyir, öz aralarında şiddətli xaos var. Təhsəbuhum cəmiən, qulubuhum şətta. Səbəbin gözəl deyir Allah. Sən elə bilirsən, onlar bir yerə yığılıblar, amma çaqqaldılar onlar. Qəlbləri pərakəndədir. Maddi hədəfləri var. İndi gələn proqramlarda danışacağıq. Güya indi bu dəqiqə siyonist rejimin içində sağçılar, solçular arasında vəziyyət yaxşıdır. Öz sakinləri arasında vəziyyət yaxşıdır. 1600-1700 pilotu artıq istifasını verib işdən çıxıb, onların bombardımançılığı barəsində Haritsdə verdikləri müsahibələrindən danışacağıq. Yavaş-yavaş kəşfiyyat orqanları da qoşulub o istifa verənlərin sırasına. Onlar yüzlərlə komandirləri çıxırlar aradan. Sən elə bilirsən, qulubuhum şətta, dünya rəngarənglikdir, hərəsi bir rəngin dalıcadır. Niyə? Allah deyir, elə bilmirlər cəmdir. Zəlikə biənnəhum qavmun la yəqilun. Başları xarabdır, ağılları yoxdur. Hə, bəzən müəyyən dərəcədə hesablayıcı ağılla plan qururlar. Amma əqlin mərtəbələri var. Maddi parametrdən metafiziki parametrlərə keçə bilmirlər. O idi Kissinger, mən bir dəfə proqram hazırlamışdım köhnə kanalımızda. Mərhum İmam Xomeyni barəsində deyildi. Kissingeri gedin açın, baxın da, nə boyda stratejistlərdir bunların.
Deyirdi, İmam Xomeyninin düşüncə üfüqləri dünyada heç kim o üfüqlərə çata bilmirdi. Həmişə bir qat yuxarıda idi bizdən. Dərk edə bilmirdi, gözləmirdi. İslam inqilabı İranda ona görə formalaşdı. Bundan çox qorxurlar. Arxa planda çox şeylər var, qorxurlar. Yavaş-yavaş biz gələn təhlillərimizdə də inşallah həm biz açacağıq inşallah siz, həm də hadisələr artıq sürətlə açılır, görəcəksiniz. Sülh yaxındır, sizləri sülhün sahibinə əmanət edirik.